Mərkəzi yolun kənarında belə bir 3 mərtəbəli Kupçalı Dövlət İpotekasına yararlı həyət evimiz satışa çıxıb. 6 isə qaraj və 2 ədəd ehtiyat otaqdan ibarətdir. Masazır qəsəbəsinin girişində Masazır dairəsinə yaxın bir məsafədə yerləşir. Heydər Əliyev plakatının yaxınlığında da mərkəzi yolun düz üzərində. Bax, bu hissə qaraj, ehtiyat otaqlardan ibarətdir. Kombi aparatı, burada quraşdırılacaq ehtiyat süsəni qoyulub, su motoru. Burada əlavə belə bir otaq mövcuddur. Bu hissə isə qaraj sahədir, dəyərli dostlar. 3 mərtəbədən ibarətdir. Qiyməti 170 min manatdır. Kommunallar mövcuddur. Mərkəzi kanalizasiya var. Geniş bir məhəllənin kənarında yerləşir. Son təmir tamamlanma işləri gedir. Çöl hissədə onlar da tamamlanıb alıcıya təhvil veriləcək. Evin 1-ci və 2-ci mərtəbəsi monolit betondur. 2-ci mərtəbənin yekununda beton kəmər atılıb. Giriş isə belədir. Girişdə solda bir 60-70 cm dərinliyində giriş mebeli yığmaq mümkündür. Bax, burada sağ hissədə yerləşir. Belə bir zal isə qiymətimiz 170 min manatdır, hörmətli dostlar. Belə bir zal hissə mövcuddur. Təxminən 30 kvadrat metrə yaxın bir zal hissə mövcuddur. Bu mərtəbədə əlavə olaraq mətbəx və sanitar qovşaq yerləşir. Hardasa 20 kvadrat metr mətbəx sahə mövcuddur. Burada 2 mərtəbənin hamam sanitar qovşağı, 1-ci mərtəbədə kermogranit olan yerləşir. Döşəməli pilləkən də alt hissəsinə əlavə avadanlıqlarınızı rahat şəkildə yığa bilərsiniz. Əlavə olaraq da alt hissədə də göstərdiyim 2 ədəd ehtiyat otağı var. 3 mərtəbəli bu gözəl evin qiyməti 170 min manatdan təklif olunur. Masazır qəsəbəsi mərkəzi yolun üzəri 525 və 535 nömrəli marşrut yolları bir addımlıqdadır. 2-ci mərtəbənin sanitar qovşağını gördünüz. Duş kabini üçün yer ayrılmışdır. Bura hissəyə yataq otaqları. Deməli, 1 və 2-ci mərtəbə monolit beton, 2-ci mərtəbənin yekununda beton kəmər atılmış bir evdir, dəyərli dostlar. Ümumilikdə burada 4-cü yaşayış otağı var. Buradan balkona, eyvan sahəsinə çıxış var. Onun da məhəlcəri qoyulacaq. Qiymət 170 min, alıcılara indirim olunacaq. Nömrəm 077 744 36 33. Sağ olun, hələlik.